Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Millətlərin həyatında istiqlalın dəyəri, fərdlərin həyatında azadlığın dəyəri kimidir. İstiqlal bir coğrafiyanın idarə olunması, bir hökumətin qurulması, yaxud bir bayrağın qaldırılması kimi tanınsa da, əslində istiqlal millətin öz adına danışa bilməsi, öz taleyinə sahib çıxması və öz şəxsiyyətini qazanmasıdır. İnsan üçün azadlıq nədirsə, millət üçün də istiqlal odur. Azadlığını itirən insan necə başqasının iradəsi altında yaşayırsa, istiqlalını itirmiş millət də öz gələcəyini bəlirləmək haqqından məhrum qalar. Millət ölməz. Dövlətlər yıxıla bilər, hökumətlər dəyişə bilər, sərhədlər yenidən çəkilə bilər. Fəqət dilini, hafizəsini və özünü tanımaq iradəsini qoruyan bir millət tarixdən silinməz. Çünki millət torpaqdan öncə hafizədir. Hakimiyyətdən öncə isə şuurdur. 1918-ci ilin may ayına gəldiyində Qafqazda məhz belə bir dönəm yaşanırdı. 200 ildən artıq Türkistanın böyük bir qismini idarə edən Rusiya imperatorluğu artıq dağılmışdı. Çar taxtdan endirilmiş, baş kəndlərdə inqilablar baş vermiş, ordular cəbhələri tərk etmişdi. Bir zamanlar möhkəm görünən siyasi nizam göz önündə parçalanırdı. Qafqaz isə bəlirsizliyin içində qalmışdı. Kim hakim olacaq? Sərhədlər necə bəlirlənəcək? Bu torpaqlarda yaşayan millətlər öz gələcəklərini necə təyin edəcəklər? Bu sualların hələ də heç birinin dəqiq cavabı yox idi. Tiflis xiyabanlarında dolaşan insanlar da, Bakıda neft quyuları arasında çalışan fəhlələr də, Gəncədə, Şuşada, Naxçıvanda yaşayan sadə adamlar da yeni bir dönəmin başladığını hiss edirdilər. Fəqət o dönəmin hala gedəcəyini heç kim bilmirdi. Həmin günlərdə Tiflisdə bir qrup Azərbaycanlı siyasətçi və ziyalı toplanmışdı. Onların qarşısında rahat bir seçim yox idi. Əsrlərcə imperatorluqların tərkibində yaşamış bir millət bu dəfə öz müqəddəratını və siyasi taleyini ilk dəfə olaraq özü bəlirləməli idi. Bu insanların arasında Məhəmməd Əmin Rəsulzadə var idi. Onun üçün məsələ təkcə yeni bir hökumət qurmaq deyildi. O, uzun illər boyunca qəzet səhifələrində, siyasi mübarizələrdə, maarifçilik fəaliyyətlərində formalaşan bir fikrin gerçəyə çevrilmək anına şahidlik edirdi. Çünki dövlət birdən-birə yaranmaz. Öncə insanlar özlərini bir millət kimi dərk edərlər. Sonra o millət öz iradəsini siyasi formaya çevirər. 1918-ci ilin may ayında Tiflisdə baş verən hadisələrin arxasında da belə bir tarix dayanırdı. Rəsulzadənin illər sonra yazdığı kimi istiqlal millətin şəxsiyyət qazanması deməkdir. Öz adına danışmaq, öz qərarını vermək və öz gələcəyinə sahib çıxmaq. May ayının son günlərində Qafqazın siyasi xəritəsi hələ də tam formalaşmamışdı. Ancaq bir fikir artıq formalaşmışdı. Həmin fikir yaxın saatlarda tarixə çevriləcəkdi. Mən Altay Urmulu, Araz News radiosunda Azadlıq və Ədalət proqramına xoş gəldiniz. Bugün 28 may İstiqlal Günü münasibəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin doğuluşundan onu meydana gətirən fikirlərdən və aradan keçən bütün illərə baxmayaraq yaşayaraq qalan istiqlal düşüncəsindən danışacağıq. ...28 mayda elan edilən Cümhuriyyəti anlamağa çalışırkən gözümüzü biraz Tiflisdən geriyə çəkməliyik. Çünki o gün imzalanan bəyannamə bir neçə siyasətçinin bir masanın ətrafında aldığı ansız bir qərarın sonucu deyildi. Bir dövlət ortaya çıxmışdı, fəqət onu meydana gətirən fikir çox daha əskidən doğmuşdu. Əslində sorulması gerəkən sual da budur. Bir millət dövlət qurmadan əvvəl necə millət ola bilər?
Bu gün geriye dönüp baktığımızda cevabın savaş meydanlarında değil, kitap səhifələrində, okul sıralarında, gazet sütunlarında ve teatr sahnelerinde gizli olduğunu gördük. 19. yüzyılın ilk yarısında Azerbaycanın siyasi mənzərəsi ürək asan bir mənzərə dəyirdi. Türkmençay anlaşmasının ardından Arazın iki tərəfi birbirinden koparılmış, Kuzey Azerbaycan Rusiya İmparatorluğunun hakimiyyətinə girmişdi. Dövlət yox idi, siyasi təmsil yox idi, gələcəyə dair bir ortak hədəf də hələ bəlirgin dəyirdi. Fəqət tarixin ilginc bir tərəfi var idi. Bəzən bir millət öncə devlətini itirər, sonra özünü yenidən kəşf edər. Azərbaycanda da yaşanan süreç biraz buna bənzər idi. Abbasqulu Ağa Bakıxanovun çalışmalarına baktığımızda bunun ilk işarətlərini gördük. O fəqət keçmişə maraq duyan bir tarixçi deyildi. Yaşadığı millətin hafizəsini dəyişməyə və toplamağa çalışan bir aydın idi. Çünki ortaq bir tarix duyğusu olmadan ortaq bir gələcək fikri də qurulmazdı. Ardından Mirzə Fətəli Axundzadə səhnəyə çıxdı. Onun mətnlərində və yazılarında sürekli təkrar edən bir axtarış var idi. Nədən geri qaldıq? Nədən ilerləyə bilmirik? Bu millət necə dəyişə bilər? Bugün bu suallar bizə sıradan gələ bilər. Oysa ki, o illərdə bunları yüksək səslə sormaq belə başı başına bir zehni devrim və ya zehni bir inqilab idi. Axundzadənin açdığı qapıdan yeni bir nəsl keçdi. Sonra Həsən bəy Zərdabi gəldi. 1875-ci ildə yayımlanan Əkinçi qəzeti haqqında çox şeylər deyilmişdir. Fəqət bəlkə ən önəmli tərəfi də budur. İlk dəfə geniş kitlələr öz dillərində yazılmış bir qəzeti düzənli olaraq oxumağa başladı. Bu kiçik kimi görünən dəyişim əslində böyük bir dönüşümün xəbərçisi idi. Çünki insanlar özlərini eyni hekayənin parçası kimi görməyə başlamışdı. Bakıda yaşayan bir insanın dərdi ilə Şəkidə yaşayan bir insanın dərdi eyni qəzetin səhifələrində görüşürdü. Ortaq bir dil yavaş-yavaş ortaq bir bilinc üretirdi. Bu süreç fəqət qəzet səhifələrində sınırlı qalmadı. Teatr səhnələri də yeni bir dünyanın qapısını açmışdı. İnsanlar səhnədə öz həyatlarını görürdü. Öz danışıqlarını, öz sevinclərini və öz sıxıntılarını. Bir millətin özünə dışarıdan baxmağı öyrənməsi milli uyanışın ən önəmli aşamalarından biridir. Bakı böyüyür, şəhərləşir, neft, iqtisadı yeni bir aydın quşağı ortaya çıxardırdı. Oxuyan, yazan, tartışan, dünyanı təqib edən insanlar çoxalırdı. Bu yeni nəsil artıq özünə fərqli suallar soruşurdu. Biz kimik? Haralıyıq? Hara aidik? Bu torpaqlarda necə bir gələcək quracağıq? ...20. yüzyılın başına geldiğinde bu sualların etrafında yeni bir fikir şəkillənməyə başladı. Məhəmməd Əmin Rəsulzadənin milli dirilik adını verdiği düşünce tam da bu noktada ortaya çıktı. Dirilik kəlməsi burada biyolojik bir yaşamı anlatmırdı. Bir milletin öz varlığının fərqinə varmasını anlatırdı. Dilini qoruyan, tarixini öyrənən, özünü tanıyan və gələcəyi haqqında söz söyləmək istəyən bir millətdən söz edirdi. 1918'de qurulacaq Cumhuriyyətin təməli burada atılmışdı. Hələ ortada bir dövlət yox idi, bir bayraq da yox idi, bir məclis də yox idi. Fəqət o qurumları meydana gətirəcək fikir dünyası oluşmuşdu. Cumhuriyyət o fikrin siyasi şəklə bürünməsindən başqa bir şey deyirdi. Qəzetlər, oxullar, teatr səhnələri və yeni aydın quşağı Azərbaycan millətinin özünü yenidən tanımağa başladığı bir dönemin qapısını açmışdı. Fəqət bir millətin kim olduğunu anlaması ilə necə bir gələcək istədiyinə qərar verməsi eyni şey deyirdi. 20. yüzyılın başında Azərbaycan aydınlarının önündə duran əsl məsələ də bu idi. Bu millət hansı kimliklə yoluna davam edəcəkdi? Hansı fikrin ətrafında birləşəcəkdi və ən önəmlisi modern dünyada özünə necə bir yer tapacaqdı? Bu sualların ətrafında şəkillənən tartışmaların mərkəzində Əli bəy Hüseynzadə görünürdü. Bugün onun adı gəldiyində çox insanın ağlına tək bir cümlə gəlir. Türkləşmək, müasirləşmək və
İslamlaşmaq. Aradan keçən bunca ilə baxmayaraq bu formulun hələ də danışıldığının bir nədəni var. Çünki Hüseynzadə bir şüar üretməyə çalışmırdı. Dağılmaqda olan bir millət üçün bir yol xəritəsi çəkirdi. Türkləşmək bir millətin öz kimliyini tanıması idi. Müasirləşmək isə çağın gerisində qalmamaq demək idi. Bu düşüncələr xüsusən Füyuzat çevrəsində güclü bir qarşılıq gördü. Bakıda yayımlanan Füyuzat dərgisi ətrafında toplanan aydınlar Azərbaycanın gələcəyini yalnız Qafqaz sınırları içində düşünmürdü. Onlar Qazandan Krıma, Türkistandan İstanbula qədər uzanan geniş bir kültür dünyasının parçası olduqlarına inanırdılar. O illərdə Türk dünyası fikri siyasi xəritələrdən çox kültürel bağlarla ayaqda dururdu. Ortaq tarix, ortaq dil və ortaq hafizə üzərində yüksələn bu düşüncə Azərbaycan aydınlarının ufqunu genişlətmişdi. Bu çevrənin önəmli isimlərindən biri də Əhməd Ağaoğlu idi. Ağaoğlu'nun yazılarında diqqət çəkən şey özgürlük ilə gəlişmə arasındakı etkidir. Ona görə ilərləmənin yolu fərdin və millətin önündəki əngəlləri qaldırmaqdan keçirdi. Qadınların eğitimi, hüquqi düzəni, vətəndaşlıq bilinci və modern qurumlar. Bütün bunlar onun zehnində eyni bütünün parçaları idi. Azərbaycanın yetişdirdiği bu adlar fərqli konular üzərində durmuş olsalar da ortaq bir noktada görüşürdülər. Bir millət öz kimliyini qoruduğu zaman modernləşə bilər. Öz kültürünə sahib çıxdığı zaman çağın gerisində qalmaq zorunda deyil. Və Məhəmməd Əmin Rəsulzadənin önəmi də burada daha bəlirgin halə gəlir. Çünki o, özündən öncə ortaya çıxan bu fikirləri siyasi bir hədəf ətrafında toplamağa başardı. Əlibəy Hüseynzadənin kültürel türkçülüyü, Ağaoğlu'nun modernləşmə anlayışı, maarifçi nəslin milli uyanış düşüncəsi. Bütün bunlar Rəsulzadənin əlində yeni bir anlam qazandı. Artıq məsələ fəqət kim olduğumuzu xatırlamaq deyildi. Bu kimliyin siyasi qarşılığını da oluşturmaq gərəkirdi. Rəsulzadənin yazılarını oxuduğumuzda bunu açıqsa görə bilərik. Onun qələmində türklük keçmişə duyulan romantik bir özləm olaraq yer almaz. Yaşayan bir milləti tərif edər. Sorumluluq və ya məsuliyyət yüklər və gələcəyə doğru bir hədəf qoyar. Bu yüzden de onun düşüncəsində millət fikri ilə dövlət fikri bir-birindən ayrı deyildi. Millət öz müqəddəratı və öz gələcəyi haqqında danışmaq istəyirsə əgər, bunun siyasi bir zəmini də olmalıydı. 1915-ci ildə yayımlanmağa başlayan Açıq Söz qəzeti də bu düşüncənin ən güclü kürsülərindən biri haline gəldi. Qəzetin adı bilə dönemin ruhunu anlatırdı. Açıq danışmaq, açıq yazmaq, açıq biçimdə tərəf olmaq. O səhifələrdə artıq net bir siyasi dil görülməyə başlamışdı. Azərbaycanın gələcəyi tartışılır, milli haqlardan söz edilir və millətin öz iradəsi ilə yönetilməsi gərəkdiyi müdafiə edilir. Qısacası fikir dünyasında uzun zamandır davam edən hazırlıq yeni bir aşamaya girmişdi. Kültürel uyanış siyasi hədəfə dönüşürdü. Türklük düşüncəsi dövlətçilik fikri ilə birləşirdi və bir neçə il sonra yaşanacaq böyük gəlişmələrin fikri zəminəsi tamamlanmışdı. 1918'e gedən yolun daşları artıq böyük ölçüdə döşənmişdi. Geriyə tarixin qapını çalmasını gözləmək qalmışdı. İllərdir qəzetlərdə tartışılan, kürsülərdə savunulan, kitablarda yazılan düşüncələr tarixin önünə qoyduğu böyük sınaqla qarşı-qarşıyaydı. Fəqət o günlərdə kimsə gələcəyin necə şəkillənəcəyini bilmirdi. Qafqazda düzən çökmüşdü. Rusiya imperatorluğu tarixə qarışmışdı. Yeni qurulan Trans-Qafqaz Federasyonu isə uzun ömürlü olmadı. Eyni dövlət çatısı altında qalmağa çalışan Gürcülər, Ermənilər və Azərbaycan türkləri fərqli yönlərə baxırdı. May ayının son günlərində federasyon dağıldı. Artıq hər kəs öz yolunu seçmək zorundaydı. O günlərdə gözlər Tiflisə çevrilmişdi. Fəqət o toplantı salonuna girən insanların önündə hazır bir gələcək yox idi. Ortada güclü bir ordu yox idi.
başkənd hələ Bakı dəyirdi. Şəhrin özü belə Bolşevik və daşnaq qüvvətlərinin kontrol altındaydı. Mali qaynaqlar sınırlı idi, bölgə savaşın içindəydi. Qısacası bir dövlət qurmaq üçün gərəkli görülən çox şeylər əski idi. Buna baxmayaraq əllərində çox önəmli bir şey var idi. Bir fikir. İllər boyunca oluşmuş ortaq bir siyasi iradə. 1918-ci ilin 28 mayında Milli Şura toplandı. Toplantıya başkanlıq edən ad Məhəmməd Əmin Rəsulzadə idi. Salonda olan şəxslər tarixin ağırlığını hiss edirdilər. Çünki verəcəkləri qərar fəqət öz nəsilləri üçün deyirdi. Gələcək nəsilləri də ilgiləndirəcəkdi. O gün qəbul edilən İstiqlal bəyannaməsi bir neçə maddədən oluşurdu. Fəqət o maddələrin hər biri yeni bir dönəmin qapısını açırdı. Bəlgədə Azərbaycanın tam bağımsız bir dövlət olduğu elan edildi. Egemenliyin və ya hakimiyyətin millətə, xalqa aid olduğu açıqlandı. Ölkədə yaşayan bütün vətəndaşların milliyyətinə, dininə, məzhəbinə və sosial qonumuna baxılmadan eşit və bərabər haqlara sahib olduğu belirtildi. Yeni dövlətin adı da elan edildi. Azərbaycan Xalq Cumhuriyyəti. Dönemin şərtləri düşünüldüyündə bu adın son dərəcə bilinçli bir şəkildə qoyulduğu bəlli olur. Azərbaycan. Bu ad ilk dəfə modern bir dövlətin rəsmi adına çevrildi və beləcə 100 illərdir coğrafiya, kültür və tarix olaraq yaşayan bir kimlik siyasi bir çərçivə qazandı. Toplantı sona ərdiyində dünyanın siyasi xəritəsində yeni bir dövlət ortaya çıxmışdı. Fəqət Cumhuriyyətin əsl önəmi fəqət bağımsızlığını elan etməsi deyildi. Qurduğu sistemdə idi. O illərdə Avropanın böyük bir bölümündə belə demokratik haqlar bugünkü səviyyəyə ulaşmamışkən, Azərbaycan Xalq Cumhuriyyəti parlamenter bir yönetim modelini mənimsədi. Məclis fərqli siyasi baxışları, fərqli toplumsal kəsimləri və ölkədə yaşayan çeşitli topluluqları təmsil edən üyelərdən oluşurdu. Yeni Cumhuriyyət gücünü bir xandandan ya bir zümrədən deyil, xalq iradəsindən almağa çalışırdı. Bu yaxlaşım dönemin şərtlərini düşündüyümüzdə olduqca diqqət çəkici idi. Cumhuriyyət eğitim ya təhsil alanına da özəl önəm göstərirdi. Yeni okullar açıldı, öğretmen yetişdirilməsi üçün çalışmalar başlandı. Gənclərin Avropa universitetlərinə göndərilməsinə qərar verildi. Çünki Cumhuriyyət kadroları dövlətin gələcəyini fəqət siyasi sınırlarla deyil, yetişmiş insanlarla da ilgiləndirirdi. Dil məsələsi də eyni anlayışın bir parçasıydı. Türkçə dövlət dili olaraq qəbul edildi. Bu qərar teknik bir düzənləmə deyildi. 100 illərdir millətin danışdığı dilin dövlət həyatında haqq etdiyi yeri alması anlamına gəlirdi. Cumhuriyyətin atdığı ən diqqət çəkici addımlardan biri də qadın haqları konusunda oldu. Qadınlara seçmək və seçilmək haqqı tanındı. Bu qərar bir çox Avropa ölkəsindən öncə Azərbaycanda alındı. Cumhuriyyətin yöneticiləri modernləşməni yalnız texnoloji yaxud qurumlarla açıqlamırdı. Onlar toplumun bütün fərdlərinin umumi həyata qatılmasının gərəkliyinə inanırdılar. Bütün bunlar 2 il içində gerçəkləşdi. Bəli, Cumhuriyyət fəqət 23 ay yaşaya bildi. Fəqət bugün Azərbaycan siyasi tarixində bu qədər önəmli bir yer tutmasının da nədəni tam burada yatır. O qısa süre içində ortaya qonulan fikirlər və qurumlar sonraki nəsillərə güclü bir miras buraxdı. 28 may 1918'də elan edilen şey bir hükümetten daha fazlasıydı. Bir millət uzun bir hazırlık dönemin ardından öz adına danışmağa başlamıştı ve artık tarixin akışı geri dönülmez biçimdə dəyişmişdi.
Cumhuriyetin qurucuları yeni bir dövlət inşa edərkən yalnız o günün sorunlarını çözməyə çalışmırlar. Onlar eyni zamanda gələcəkdə necə bir Azərbaycan görmək istədiklərini də tərif edirdilər. Bu yerdə Məhəmməd Əmin Rəsulzadənin dövlət anlayışına da baxmamız gərəklidir. Rəsulzadə üçün dövlət öz başına qutsal bir yapı deyildi. Dövlət millətin iradəsini daşıdığı ölçüdə anlam qazanırdı. Bu yüzden onun yazılarında sürekli olarak hakimiyet, irade, azadlıq və millət qavramlarıyla qarşı-qarşıya qalırıq. Onun gözündə millət bir hökumətin təbəəsi deyildi. Ortaq dil, ortaq kültür, ortaq tarix və ortaq qədər və gələcək ətrafında şəkillənən siyasi bir topluluqdur. Dövlət isə bu topluluğun öz-özünü yönetmək aracından başqa bir şey deyildir. Cumhuriyetin en önemli miraslarından biri de burada ortaya çıxır. Yüzyıllar boyunca xanədanların, imperatorluqların və sarayların yönetdiyi bir coğrafiyada egemenliğin veya hakimiyetin kaynağı millət göstərilirdi. 1918'in şərtlərində olduqca bu ileri bir siyasi anlayışı təmsil edirdi. Cumhuriyet kadroları üçün məsələ fəqət bağımsız olmaq deyildi. Necə yönetiləcəyi də en azı bağımsızlıq qədər önəmli idi. Bu nedenle məclisin varlığı sembolik bir ayrıntı olarak görülmedi. Məclis millət iradəsinin görünür hala geldiği bir yer olarak kabul edildi. Eyni anlayış hüquq məsələsində də qarşımıza çıxar. Çünkü güclü dövlət fikri ilə hüquq dövləti fikri her zaman eyni şey deyil. Tarix boyunca bir çox güclü dövlət qurulmuşdur. Cumhuriyet kadrolarının aradığı model ise gücünü hüququn dışından değil, hüququn içinden alan bir dövlət idi. Bu yüzden de vətəndaşlıq kavramı yeni dövlətin temel daşlarından biri haline geldi. Dikkat edilirse eğer İstiqlal beyannamesinde kullanılmış dil son derece önemlidir. Orada yalnız bir milletin bağımsızlığından söz edilmez. Yeni dövlət sınırlar içinde yaşayan insanların haklarından da söz edilir. Dinleri fərqli olabilir, etnik kökenleri fərqli olabilir, toplumsal konumları fərqli olabilir. Ama dövlət karşısında onlar eşit ve beraber vətəndaşlar olarak qəbul edilirlər. Cumhuriyetin modern karakteri böyük ölçüde burada ortaya çıxar. Çünkü vətəndaşlıq fikri olmadan demokratik dövlət anlayışının qalıcı hala gelmesi mümkün değil. Bütün bunların mərkəzində isə milli kimlik yer alırdı. Cumhuriyetin yöneticileri milli kimliği dar ve dışlayıcı bir çerçevede tanımlamırdılar. Onların hedefi öz tarixini bilen, öz diline sahip çıxan ve öz gələcəyini öz iradesiyle kuran bir milləti meydana gətirməkdir. Bu nedenle Cumhuriyetin bıraktığı en qalıcı mirasın qurumlar mı yoksa fikirler mi olduğu sualı sorulursa cevabını tapmaq zor değil. Məclis yıxıla bilər, hökumətlər devrilə bilər, sərhədlər dəyişə bilər. Fəqət bir dəfə bir toplumun zehninə yerləşən siyasi fikirlər yaşamağa davam eder. Necə ki 1920-ci ildə Cumhuriyet ortadan qaldırıldığında tam olaraq bu ittifaq düşdü. Dövlət yıxıldı, amma onu ortaya çıxaran düşüncə ortadan qalxmadı. Tam tərsinə yeni bir dönəmə girdi və o düşüncənin daşıyıcıları bu dəfə mübarizəni hətta başqa coğrafiyalarda belə sürdürməyə başladılar. 1920-ci ilin aprel ayının 28-də Qızıl Ordu Azərbaycan sərhəddini keçdi. Cumhuriyet hələ ikinci ilini doldurmamışdı. Fəqət gənc Cumhuriyet qarşısında dönemin en böyük əskəri güclərindən biri var idi. Bakıya girən Sovet birlikləri ilə birlikdə Azərbaycan Xalq Cumhuriyetinin siyasi varlığı sona erdi. Tarix kitabları bu olayı bir neçə cümlə ilə anlatar. Amma o günləri yaşayan insanlar üçün məsələ bir hökumət dəyişikliyindən ibarət deyildi. Qurulması üçün illərcə mübarizə edilən bir dövlət ortadan qaldırılmışdı. Bir çox siyasətçi tutuklandı, bir qismi edam edildi, bir qismi sürgünə göndərildi və bəziləri də ölkəni tərk etmək zorunda qaldılar. İlk baxışda hər şey bitmiş kimi görünürdü. Fəqət Cumhuriyet kadrolarının önemli bir bölümü yaşananları nəhai bir utuzmaq kimi görmədilər. Onların gözündə yaşanan şeylər
uzun mübarizə tarixinin yeni bir səhifəsi idi. Silahların sustuğu yerdə qələmlər devrəyə girəcəkdi. Bu yüzden Azərbaycan mühacirət tarixinə baxdığımız zaman sürgün kəlməsini tək başına kullanmaq əksiz qalar. Çünki bu insanlar getdikləri yerlərdə fəqət yaşamağa çalışmadılar. Mübarizəni də bərabərlərində daşıdılar. İstanbulda, Varşovada, Berlində, Parisdə haraya getdilərsə Azərbaycan məsələsini də yanlarında götürdülər. Məhəmməd Əmin Rəsulzadə bu dönemin en önemli adlarından biriydi. Cumhuriyetin yıkılmasının ardından Türkiye'ye geldi ve kısa süre sonra yeni bir mübarize alanı oluşturdu. Bu alan gazet ve dergi səfələriydi. 1923'te yayımlanmaya başlayan Yeni Qafqaz bunun ilk örneklerinden biri oldu. Ardından Odlu Yurt geldi. Daha sonra başka yayınlar. Cumhuriyetin hafizasını koruyurdular. Sovyet rejimi Azərbaycanda rəsmi tarixi yenidən yazmağa çalışırkən mühacirətdəki aydınlar yaşananların gerçəklərini yansıtmağa başlamışdılar. Cumhuriyetin nədən qurulduğunu, necə yıxıldığını və nədən yenidən xatırlanması gərəkdiyini onlar yazırdılar. Bu yüzden mühacirət basınına bəzən qələm cəhadı da deyirlər. Çünki verilən mübarizə artıq cəbhələrdə deyildi. Fikir dünyasında sürürdü. Mühacirət kuşağı arşivləri topladılar, xatirələr yazdılar, məqalələr yayımladılar. Yeni nəsillərə Cumhuriyyəti gerçəklərini anlattılar. Belki de onların en büyük başarısı da burada yatırdı. Cumhuriyyəti siyasi bir olay olmakla birlikte milli hafizənin bir parçası haline getirdiler. Əhməd Cavada yurt dışına çıxmasını təklif etdilər. Dostlar onun ölkəni tərk etməsini istəyirdilər. Fəqət Əhməd Cavadın verdiyi cavab illər boyunca hafizələrdə qaldı. Mən gedim, sən get, o getsin, bəs bu millətlə kim qalacaq? Bu sözün içində bir dönemin ruhu saxlıdır. Kimisi sürgünə getmişdi, kimisi qalmışdı, kimisi həyatını itirmişdi. Amma hamısı eyni davanı fərqli cəbhələrdə ileri sürdürürdü. Bir tərəfdə mühacirətdə yazanlar var idi. Diğer tərəfdə ölkə içində baskılara baxmayaraq hafizəni qorumağa çalışanlar. Cumhuriyyətin siyasi ömrü sona ermişti. Fəqət onu ortaya çıxaran fikir yaşamağa davam edirdi. Bəlkə də Rəsulzadənin illər öncə söylədiyi millət ölməz sözünün gerçək anlamı bu illərdə daha yaxşı anlaşılırdı. Çünki artıq ortada bir devlet yox idi, amma hələ də inanan insanlar var idi və bəzən bir fikrin ayaqda qalması üçün gereken ilk şey budur. İnanan insanlar. 28 mayın üzerinden 100 ildən çox keçdi. O gün elan edilen Cumhuriyet yıkıldı. Onu quran nesiller tarixe qarışmışdı. Dünyanın siyasi xəritəsi dəfələrcə dəyişdi. Fəqət bəzi tarixi təcrübələr vardır ki, yaşandıkları dönemin sınırları içində qalmazlar. Sonraki nesillerin dünyanı necə gördüğünü də etkiləyərlər. 28 may Güney Azərbaycan açısından taşıdığı anlam da burada ortaya çıxır. Çünkü Azərbaycanın modern tarixini anlatırken çoxu zaman gözden qaçan bir gerçək vardır. 1918'de kurulan Cumhuriyet Arazın kuzeyinde ortaya çıxmıştı. Fəqət onu mümkün qılan kültürel ve fikri birikim yalnız kuzey ile sınırlı değildi. Azərbaycanın fərqli şəhərlərində yetişən aydınlar, şairlər, qəzetçilər və düşünürlər uzun iller boyunca eyni kültür dünyasının parçaları olarak yaşamıştılar. Siyasi sınırlar değişmişti. Kültürel hafıza ise yaşamağa devam edirdi. Bu nedenle 28 May Güney Azerbaycan'da yaşayan insanlar için yabancı bir tarih olarak görülmedi.
Cumhuriyyətin quruluşundan sonra Təbrizdə, Ərdəbildə, Urmuda və bütün Azərbaycanın şəhərlərində yaşanan tartışmalara baxıldığında bunun izləri açıqca görülə bilər. Dil məsələsi bunlardan biridir. Çünki modern Azərbaycan milli hərəkatının ən güclü damarlarından biri də dil ətrafında şəkilləndi. Cumhuriyyətin türkçəni dövlət dili olaraq qəbul etməsi yalnız bir idari qərar deyildi. Bir millətin öz dili ilə ümumi və siyasi həyatda var ola biləcəyini göstərən somut bir təcrübə idi. Aradan keçən illər boyunca Güney Azərbaycanda ana dil məsələsinin canlı qalmasının nədənlərindən biri də budur. Burada konu yalnız eğitim dili deyil. Dil eyni zamanda hafizənin də daşıyıcısıdır. Bir toplum keçmişini, hikayələrini, ədəbiyyatını və dünyaya baxışını dili vasitəsilə gələcəyə axtarar və ya intiqal verər. Bu yüzden Güney Azərbaycandakı milli hərəkətin tələblərinə baxıldığında kültürel haqların önemli bir yeri vardır. Eyni durum kimlik məsələsi üçün də keçərlidir. 100 il boyunca fərqli siyasi dönemlər yaşandı. Fərqli yönetimler geldi, fərqli ideolojilər ortaya çıxdılar. Buna baxmayaraq Azərbaycan kimliyi ətrafındakı tartışmalar sona ermədi. Çünki kimlik məsələsi hər hansı bir siyasi dönemin ürünü deyil. Daha uzun bir tarixi sürekliliğin bir parçasıdır. Burada diqqət çəkici şey də budur. Bugün Güney Azərbaycanda yürütülen tartışmaların önemli bir kısmı 100 il önce Cumhuriyet neslinin danıştığı məsələlərlə eyni eksende ilerleyir. Dil, eğitim, təmsil, kültürel haklar və siyasi haklar və toplumsal katılım. Bu nedenle 28 Mayı yalnız keçmişe ait bir xatirə olarak değerlendirmek əksik qalar. O hikaye farklı nesillerin öz dönemlerinde verdikleri mübarizelerle birlik doğulmalıdır. Arazın iki tarafında yaşayan Azərbaycan türklərinin tarixi təcrübələri eyni deyil. Fəqət ortaq hafizənin izləri hələ də görülə bilməkdədir. 28 mayın günümüze uzanan tərəfi də tam burada ortaya çıxır. Keçmişdə yaşanan bir təcrübənin sonraki nəsillərin düşüncə dünyasında yaşamağa davam etməsində. Bunun açıq örneği günümüzdə Azərbaycanın bütün şəhərlərində, xiyabanlarda səslənən azadlıq, ədalət və milli hökumət şüarında yerləşir. Cumhuriyetin yıkılmasının ardından Məhəmməd Əmin Rəsulzadə və onun yol yoldaşları dünyanın fərqli şəhərlərinə dağıldılar. Kimisi İstanbul'da yaşadı, kimisi Avrupanın fərqli ölkələrinə getdi. Yeni həyatlar qurmaq zorunda qaldılar. Fəqət diqqət çəkən şey bu idi. Onlar mühacirəti bir son olaraq görmədilər. Yazmağa davam etdilər, anlatmağa davam etdilər, Cumhuriyyəti xatırlatmaya davam etdilər. Çünki onların gözündə məsələ keçmişə duyulan bir özlem deyirdi. Gələcəyə daşınması gereken bir hafizə və bir mücadilə idi. Bu nedenle mühacirət illərində yayımlanan dərgiləri okuduğumuzda maraqlı bir nokta vardır. Orada umutsuzluq yoxdur, israr vardır. İtirilmiş bir dövlətin yasından çox qorunması gereken bir fikrin və bir düşüncənin sorumluluğu vardır. Onlar bilirdilər ki, dövlətlər yıxıla bilər, sərhədlər dəyişə bilər. Fəqət bir millət öz hafizəsini qoruya bildiği zaman tarix tamamlanmış sayılmaz. Bəlkə də bu yüzden Rəsulzadənin yazılarında milli dirilik kavramı bu qədər önemli bir yer tutur. Çünkü dirilik onun üçün qalabalıq olmaq deyirdi. Öz varlığının fərqində olmaq demək idi. Keçmişini bilmək, bugününü anlamaq və gələcəyini düşünmək.
Bir millətin gələcəyi də əslində burada şəkillənir. ...1918-ci nəslin sonraki nəsillərə buraxdığı ən böyük miras da budur. Bugün 28 maydan danışdığımız zaman əslində bir günün il dönümünü danışmırıq. Bir fikrin yolculuğunu danışırıq. Bakıdan Tiflisə, Tiflisdən İstanbula, İstanbuldan yeni nəsillərə uzanan uzun bir yolculuğu. Bu yüzden istiqlal məsələsi keçmiş zamanda qurulmuş bir cümlə deyil. Hər nəslin yenidən anlamlandırdığı bir sorumluluqdur. Hər nəsl onu öz gününün şərtləri içində yenidən düşünür. Yenidən yorumlar və yenidən sahiblənər. Ola bilsin bir gün federalizm, ola bilsin bir gün özərşlik və ola bilsin bir gün istiqlal. Və bəlkə də Cumhuriyyəti quran nəslin əsl başarısı da buradadır. Onlar geridə fəqət bir dövlət buraxmadılar. Özlərindən sonra gələcək insanların dönüb baxa biləcəyi bir fikir mirası buraxdılar. Bu akşam 28 mayın hikayesini danıştığımız zaman bir dövlətin quruluşundan, bir millətin özünü kəşf etməsindən, sürgünlərdən, qəzetlərdən, fikirlərdən və hafizələrdən danışdıq. Bütün bu anlatılanların mərkəzində isə eyni düşüncələr var idi. Millətlərin həyatında əsl belirləyici olan şey qarşılarına çıxan şərtlər qədər o şərtlərə verdikləri cavabdır. 1918 nəsli öz cavabını verdi. Sonraki nəsillər öz cavablarını verdilər və gələcəkdə başqa nəsillər də bu cavabı verəcəklər və o hikayə davam edəcəkdir. Mən Altay Urmulu, Araz News Radiosunda Azadlıq və Ədalət proqramını dinlədiniz. Bir başqa proqramda görüşmək üzərə, xoşça qalın. Bir kere yükselen bayraq bir daha enmez.